Quba Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində tarixi zəfərin 5-ci ildönümünə həsr edilmiş Tarix Yazan Qəhrəmanlar adlı incə sənət festivalı keçirilib. Festivala Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Bakı və eləcə də Qazaxıstandan olan istedadlı məktəblilər, gənclər, ayrı-ayrı kollektivlər qatılıb. Müvafiq dövlət qurumlarının nümayəndələrinin də iştirak etdiyi festival zəfər tabloları rəsm sərgisinə baxışla start götürüb. Daha sonra rəsm müsabiqəsinin qalibləri diplomlarla mükafatlandırılıb. Bu tədbirin keçirilməsində əsas məqsəd böyüməkdə olan yeni nəslin, gənclərin tarixi zəfərimizlə bağlı fikirlərini, öz yaradıcılıq qabiliyyətlərini əks etdirməsidir. Bu, ümumilikdə bütün yaradıcı gənclərin və məktəblilərin birgə zəfər sevincini əks etdirən bir festivaldır. Festivalın rəsmi hissəsi ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Çıxış edən natiqlər 44 günlük Vətən müharibəsində qazanılan zəfərimizin müasir Azərbaycan tarixində şanlı səlnamə yaratdığını bildiriblər. O cümlədən Vətən müharibəsi qəhrəmanı Şahin Allahyarovun anası Nərgiz Allahyarova bu kimi tədbirlərin yeni nəslin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını bildiriblər. Festival ayrı-ayrı kollektivlərin ifasında rəngarəng çıxışlarla davam edib. Sahib Məmməd Belçin, Şural Qafqaz TV üçün.